Qızıl qaydanı beyninizə həkk edin. Harda qazanma ehtimalı həddindən artıq çoxdursa, itirmə ehtimalınız da bir o qədər, bəlkə də daha çoxdur. Heç bir ciddi maliyyə aləti sizə zəhmətsiz, elmi əsası olmayan və risksiz var dövlət vəd etmir. Əgər bir platforma sizə az pulla çox qazanc, zəmanətli gəlir və ya günlük sabit faiz vəd edirsə, bilin ki, orada məhsul deyil, qurban sizsiniz. Maliyyə bazarlarında sabitlik yox, dəyişkənlik əsasdır. Kriptovalyuta dünyası əsasən iki təhlükəsiz qütbdən ibarətdir. Şəxsi cüzdanlar, Trust Wallet, Ledger, SafePal kimi sizin şəxsi açarlarınıza sahib olduğunuz yerlər və rəsmi birjalar, Bitget, Bybit, Binance və s. Bunun xaricində qarşınıza çıxan əksər investisiya, bulud miningi və yüksək qazanc vəd edən saytlar sadəcə vizual aldatmacadan ibarət saxta platformalardır. Kriptopulu alıb hansısa naməlum sayta, şəxsə və ya fond adı altındakı hesablara yatırmırlar. Kriptoda qazanmağın real və qlamal səviyyədə qəbul görmüş yolları yalnız bunlardır. HODL, bu Hold on for dear life ifadəsinin qısaltmasıdır. Siz bir aktivi rəsmi birjadan alıb öz şəxsi cüzdanınıza çəkirsiniz və illərlə ona toxunmursunuz. Qiymət qısa müddətdə 50% düşsə də, yaxud 200% qalxsa da satmırsınız. Bu, aktivin uzun müddətli dəyər artımından qazanmaq strategiyasıdır və mülkiyyət hüququ tamamilə sizdədir. Stake, bu blockchain dünyasındakı depozit məntiqinə bənzəyir. Siz əlinizdəki kriptovalyutanı, şəbəkənin təhlükəsizliyini və tranzaksiyaların təsdiqini təmin etmək üçün müəyyən müddətə kilidləyirsiniz. Bunun müqabilində şəbəkə sizə yeni istehsal olunan coinlərdən pay verir. Diqqət! Stake prosesi ya birbaşa şəxsi cüzdanınızda, ya da dünya səviyyəsində nəhəng birjalarda edilir. Kənar, qeyri-rəsmi və lisenziyasız saytlar heç bir real stake gəliri verə bilməz. Ticarət, aktiv şəkildə bazarı, qrafikləri və xəbərləri izləməkdir. Spot, nağd bazarı və ya futures, törəmə bazarları vasitəsilə qiymət dəyişikliklərindən mənfəət götürməkdir. Bu sahə ciddi maliyyə biliyi, texniki analiz və psixoloji dözümlülük tələb edir. Unutmayın, lisenziyalı birjada olmayan heç bir sehirli ticarət botu sizi bir gecədə milyonçu etməyəcək. Airdrop, yeni layihələr özlərini tanıtmaq üçün müəyyən tapşırıqlar, tez şəbəkəsində iştirak, sosial media aktivliyi qarşılığında istifadəçilərə pulsuz token paylayırlar. Bu proses yalnız rəsmi şəbəkə və sizin cüzdanınız arasında baş verir. Heç bir real airdrop sizdən aktivləşdirmək üçün əvvəlcədən pul göndər tələbi qoymaz. Əgər belə bir tələb varsa, o 100% fırıldaqdır. Launchpad və Launchpool. Bu birjaların daxilində fəaliyyət göstərən rəsmi və şəffaf sistemdir. Birjanın öz rəsmi coinini əlinizdə saxlayaraq, stake edərək, yeni bazara çıxacaq layihələrin coinlərini hələ satışa çıxmamışdan əvvəl çox ucuz qiymətə almaq və ya pay olaraq qazanmaq imkanı əldə edirsiniz. Xüsusən sosial şəbəkələrdə elan olunan bulud miningi, cloud mining adı altında çıxan şübhəli saytlara qarşı son dərəcə ehtiyatlı olun. Hazırda real mininglə məşğul olan peşəkar mərkəzlər on minlərlə dollarlıq bahalı avadanlıqlar, yüksək elektrik xərcləri və bazar qiymətlərinin kəskin dalğalanması səbəbilə ciddi çətinliklər yaşayırlar. İndi məntiqlə düşünün. Professional investorun on minlərlə manatlıq mürəkkəb cihazlarla qazana bilmədiyi bir rəqabətli mühitdə hansısa naməlum və şübhəli platforma sizin cəmi 50-100 manatınızla sizə necə yüksək və davamlı gəlir verə bilər? Bu riyaziyyatı olaraq imkansızdır. Bunlar sadəcə klassik piramida, yəni Ponzi sxemləridir. Sizin sistemə qoyduğunuz pulla sizdən əvvəl gələn şəxsə ödəniş edirlər. Sistemə yeni adam gəlişi azalan kimi onlar platformanı bağlayıb hamının pulunu mənimsəyərək yoxa çıxırlar. Özü çətinliklə qazanan bir sistem niyə sizin kiçik həcmli yatırımlarınıza möhtac olsun ki və üstəlik sizə real olmayan yüksək faizlər ödəsin? Kriptovalyuta hazırda texnoloji bir yenilik olmaqla yanaşı həm də yüksək riskli bir yatırım vasitəsidir. Burada qiyməti yalnız bazar qanunları, tələb və təklif tənzimləyir.
Bu bazarda heç bir mərkəzi idarə etmə, dövlət zəmanəti və süni sabitlik yoxdur. Unutmayın, kripto yatırımı hansısa qeyri-ciddi sayta pul göndərib, oradakı idarə olunan saxta rəqəmlərin artmasını izləmək deyil. Əsl kripto yatırımı rəsmi və dünyaca tanınmış birjada real aktiv alıb öz təhlükəsiz şəxsi cüzdanında saxlamaqdır. Məntiqdən uzaqlaşıb, asan və sürətli qazanc dalınca qaçan hər kəs, gec ya tez o saxta platformaların digital uçurumunda hər şeyini itirməyə məhkumdur.